Və sonata təhlil qrupunda baxdığımız Haydnın re major tonalındakı sonatası Hoboken kataloqunda 37-cidir və re major tonalında olan bu sonatası mi minor sonatası kimi Haydn sonatalar içərisində ən böyük incilərdən biri hesab olunur. Bu sonatada klassik sonata allegro formasında yazılmışdır. Sonatada heç bir giriş yoxdur. Ekspozisiya bölməsi birbaşa əsas partiya ilə başlanır. Və onu qeyd etmək lazımdır ki, az öncə də söylədiyim kimi, sonata allegro forması ekspozisiya işləmə və repriza kimi bölmələrdən ibarətdir. Klassik sonata janrının birinci hissəsi sonata allegro forması da olaraq yazılır. Yəni bu Mozart'ın və Beethoven yeniliklərinə qədər belə idi. Haydn da bu sonatasında birinci hissəni klassik sonata allegro forması verir. Ekspozisiya bölməsi birbaşa əsas partiya ilə başlayacaq və yerini 9-cu xanədən etibarən bağlayıcı partiya verəcək. Yəni 8 xanəli bir period, klassik period bizi qarşılayır. Əgər diqqət eləsəniz görərsiniz ki, klassik periodda iki cümlə bizi qarşılayır. Klassik period iki cümlədən ibarət olar müəllimələr. Birinci cümlə 4 xanədir klassik periodda və klassik periodda digər ikinci cümlədə yenə 4 xanədir. Əgər periodumuz iki cümlədən ibarətdirsə, hər iki cümləsinin əvvəli, yəni ilk xanələr təkrar olunursa, ona təkrar quruluşlu deyirlər. Baxın, təkrar olunur, deməli təkrar quruluşludur. Hər iki cümlə 4-4, 8-8, 2, 16, 32, 64 xanə olarsa kvadrat, deməli bu kvadrat perioddur. Və eyni zamanda bir tonalda başlayıb bir tonalda bitərsə ona deyirlər qapalı bir tonalı. Bu da həmçinin qapalı bir tonalı perioddur.